Demək, videonun ardı ilə davam edirik. 69-cu testə baxırıq. Choose a derivative nouns, düzəltmə isimlər cərgəsini seçin. 2. Lengths, strengths və biraz öncəki testimizin izahında dedik ki, longdur, strengthdir, deepdir və bəzi sözlər var ki, sifətlər var ki, onlara th şəkilsi artıranda yazılışı və tələffüzü də dəyişir. Lengths and strengths düzəltmədir. 2, 3 və 5 days. Yenə də burada düzəltmə isimdir. 1 və 4 isə düzəltmə deyil. Yəni 69-da B variantıdır. 70. Choose a derivative nouns, düzəltmə isimlər cərgəsini seçin. 70-də doğru variantımız student sözü bilirsiniz ki, əslində to study, öyrənmək, təhsil almaq sözündən yaranıb, feildən isim yaranıb. Bizim doğru variantımız biri studentdir, biri isə improvement şəkilçisidir. Accident sadədir, event sadədir, daydreaming isə mürəkkəbdir. Ona görə də 3, 4, 5 artırıq qalır C variantı 1 və 2. 71-də choose a line of derivative nouns, düzəltmə isimlər cərgəsini seçin. Package, location and lightning. Burada package H şəkilçisi var, location şın şəkilçisi var, lightning isə ink şəkilçisi var. D-də isə stamp sadədir, C-də isə spaceship mürəkkəbdir, B-də waste zirzibil sadədir, A-da isə mürəkkəb və sadə sözlər var və bir dənə də düzəltmə söz var, mediator, or şəkilçidir. Amma orada bizə lazımdır ki, hər 3 variantda hər 3 söz düzəltmə olsun. Ona görə də 71-ci testdə Y variantı doğrudur. 72-də choose a derivative nouns, düzəltmə isimlər cərgəsini seçin. Demək, importance, ans və hood şəkilçidir, biri 1, intelligence, ans və şın şəkilçidir, biri 3, biri isə loneliness isim düzəldən şəkilçidir və SS isim düzəldən şəkilçidir, yəni C variantı doğrudur, 1, 3 və 4. 73-də choose a pair of derivative nouns, düzəltmə isimlər cərgəsini seçin. 73-də baxırıq ki, feeling and architecture düzəltmə isimdir. A-da dim düzəltmə olsa da bathroom mürəkkəbdir, B-də oil field mürəkkəbdir, C-də underground mürəkkəbdir, D-də isə necklace boyunbağı və tourism düzəltmədir, amma necklace düzəltmə isim deyil. 74-də choose a derivative nouns. Demək, 74-cü və sonuncu testimizdə diqqətlə baxırıq ki, yenə də düzəltmə isimləri istəyir. Drawer, R şəkilçidir, composer, R şəkilçidir, performance, ans şəkilçidir, 2, 4, 6 doğru variantlardır. Mest, host və courage sözləri isə sadə sözlərdir.